Salam subbakalavrlar, xoş gördük sizi. Bu videomuz su təsərrüfatı qurğularının istismarı ixtisasını bitirən subbakalavrlara göndər. Elə o ixtisasda oxuyan tələbələrə də göndərə bilərsiniz. Su təsərrüfatı qurğuları ixtisası kolleclərdə 040-561 kodu ilə təqdim olunur. Bu kodlar çox önəmlidir və bu ixtisası bitirən subbakalavrlar iki ixtisas üzrə verə bilər. Energetika mühəndisliyi, kommunikasiya sistemləri mühəndisliyi. Keçən tədris ili üçün energetika mühəndisliyində Azərbaycan Dövlət Neft Sənaye Universiteti və Milli Aviasiya Akademiyasına qəbul həyata keçirilmədi. Məlum məsələdə adını söz tələblərini qəbul edir. Keçən videomuzda bunu demişdik. Kommunikasiya sistemləri mühəndisliyində isə UNEK tələbə qəbul eləməmişdi. Yəni subbakalavr tələbəsini qəbul etməmişdi. Mən indi energetika ixtisasından danışdım. Energetika ixtisasına keçənin Azərbaycan Texnik Universitetində pullusu 51 balla subbakalavr qəbul olunub, pulsuzu 62 balla. Unutmayın, Azərbaycan Texnik Universiteti öz nəzdində olan kolleclərin tələbəsini qəbul edir. Bakı Mühəndislik Universiteti var, Xırdalanında yerləşir, yaxşı universitetdir. Burada pulsuz subbakalavr qəbulu həyata keçirilib, 82.2 ortalama ilə söhbət energetika mühəndisliyindən gedir. Əlavə olaraq Mingəçevir Dövlət Universiteti Mingəçevirdə yerləşir, region universitetidir, yaxşı universitetdir. 79.7 baldan pulsuz energetika mühəndisliyi ixtisasından subbakalavr tələbəsi götürüb. Həmçinin Sumqayıt Dövlət Universiteti 81.2 ortalama ilə pulsuz energetika mühəndisliyinə tələbə götürüb. Sonra Azərbaycan Dövlət Aqrar Universiteti Gəncədə yerləşir, 85.8 ortalama ilə. Naxçıvan Dövlət Universiteti isə 77 ortalama ilə pulsuz tələbə götürüb. Naxçıvan Dövlət Universiteti 76.7 balla isə energetika mühəndisliyinə ödənişli formada subbakalavr qəbulu həyata keçirilib. Kommunikasiya sistemləri mühəndisliyə gələndə isə Azərbaycan Memarlıq və İnşaat Universiteti keçən il 77.4 balla pulya, 78.2 balla pulsuza subbakalavr qəbul edib. Bakı Mühəndislik Universiteti 74.8 balla pullu, 79.5 balla pulsuza subbakalavr qəbulu həyata keçirib. Söhbət nədən gedir? Su təsərrüfatı qurğularının istismarı ixtisasını bitirənlərə. Təbii ki, hər ildə müsabiqə şərti fərqli olur. Keçid balları enə bilər, qalxa bilər. Bu keçərki statistikadır. Ümumiyyətlə, su təsərrüfatı qurğularının istismarı ixtisasını bitirən belə deyək, subbakalavrlar ortalaması 70-dən yuxarıdırsa, qəbul şansı yüksəkdir. Yəni, qəbul şansı var. Təbii ki, qəbul şansı yüksək olması indi ola bilər, ildən ilə asılı ola bilər, bu 80 də ola bilər, 51 ilə də qəbul olmaq ola bilər. Yəni, bu ildən ilə dəyişir. Nəzərinizdə olsun. Digər ixtisasların da belə deyək, uyğunluğunu və qəbul nəticəsini zaman vaxtı olduğu zaman təqdim edəcəm. Subbakalavrlar, sizin qeydiyyatınız başlayıb, qeydiyyata yazıla bilərsiniz, ixtisas seçimə yazılıb yer tuta bilər.